7 vurulsun 49'un qüvvətinə x plus 5 vurulsun 14'ün qüvvətinə x bərabərdir 2 vurulsun 4'ün qüvvətinə x. Hər tərəfi 49'un qüvvətində x-ə bölək. Bölünsün 49'un qüvvətinə x. Bölünsün 49'un qüvvətinə x. Və buradan bu ikisi ixtisar getdi. O zaman nə qaldı? 7 plus 5 vurulsun. Bu ifadənin əvəzinə yazmaq olar. 14 böl 49'un qüvvətində x bərabərdir 2 vurulsun. 4 böl 49'un qüvvətində x. Yenidən yazıram. 7 plus 5 vurulsun. 14'dən 49. Hər tərəf 7 ixtisar getsə, burada 2 qalır, burada 7 qalır. Yəni olacaq nə? 7 də 2'nin qüvvətində x. Bərabərdir 2 vurulsun. Bu da əslində 7 də 2'nin kvadratıdır. Olacaq o zaman 2x. Və burada 7-də 2'nin qüvvətinə x-ə mən bir t desəm, nə almış olacaq əslində? 7 plus 5 vurulsun t bərabərdir 2t'nin kvadratı. Bir tərəfə keçirsəm olacaq nə? 2t kvadratı. Çıxılsın 5t, çıxılsın 7 bərabərdir 0. A ilə c toplayanda b-yə bərabərdirsə hər zaman tənliyin kökün biri mənfi 1'dir, bir də mənfi c bölünsün a. Yəni olacaq 7 bölünsün 2. Və mən də əslində üslü funksiya t demişdim. Üslü funksiyada mənfi ola bilmir. O zaman bu kök deyil. O zaman bircə halım qaldı. Yəni 7'də 2'nin qüvvətinə x bərabər olmalıdır 2'də 7'ye. Bu da tərsi də aydın məsələdir ki, x bərabərdir -1 olmalıdır. Yəni düzgün cavab D variantı.